Herkese selamlar. YouTube kanalımın yepyeni bir videosuna hoş gelmişsiniz. Bugün sizlerle birlikte tam olarak bir gün geçirəcəyik yenə. Bugün gəlmişəm padruqam ilə qonaq. Mingəçevirdəyəm və bugün birlikte nə edəcəyiksə onun hamısını çəkəcəm sizlərə. Mən qız əyim geyindim. Göstərim sizə. Necə göstərəcəm? Belə gəlim. Bu şəkildə bir şey geyindim. Siz O may... ikisi var. Hadi. Hazırsın Melek. falan. Niye? Selam. Gördüm. Riski gördü. Həmən salam. Öyle Çox şaşırdım şadam bunlara. ki, Aysunun insan belə şəxsiyyətin. Hər adam o qismət. Bəli. Mən çox şanslı biriyəm həqiqətən. Bəli. Yəni Aysuya bunu necə ödəyəcəyimi heç bir fikrim yox. Yaxşı, tamam, başlayalım. Mikrofon yandır. Mikrofon çöldə. Yandır. Çöldə Yandır. Tutmaq istəmirəm də belə. Tezələ. Hamıya salam. Necəsiz? Bugün Aysun xanım bizim qonağımızdır. Mingəçevirə gəlib. Aysun çox darıxıb burdan ötəri. Dəhşət. Buranın insanları olsun. İnsanları olsun. Anıları olsun. Çox darıxıb. Hara gedirik Aysun? İndi biz gedirik. Sən de, sən... Mən deyim. Mən burada yeyəcəm. Tamam, bilmirəm. 2 yer aparmaq istəyirəm. Ağlımda 2 yer var. Məncə burada qalanlar böyük ehtimal bilir də. Rivermania falan. Deməli, Rivermania aparmaq istəyirəm. Çünki burada nə qədər təzə yer açılsa o açılır. Yəni nə qədər açılsa da, yəni mən oradan asla yəni qopa bilməm. Çünki məncə buranın ən səviyyəli deyim, ən belə belə işçiləri olsun, nə bilim, qulluq olsun. Pulsuz reklam. Nəysə yenə reklam elədim. Özüm istəmədən reklam eləyirəm. Nəysə, Aysun bilirsiniz ki, təzə Instagram hesabı açıb. Oraya takip atın lütfən, rica ediyoruz. Çünki orada da takip atdıqca kontentlər daha çox çoxalacaq. Bəli, harda çox takipçi olacaq, oraya Aysun daha çox yönələcək. Hələ Aysun. Hardan pul çıxır? Aysuna ən çox verilən sual qıraqdan baxanlar, böyüklər. Aysun nə qədər qazanır? Hamı onu deyir, qazanırsan pul. Deyirəm, yox hələ, mən hələ... Uzanmışam, YouTube'dan getir söhbət. Aysun beləm, nə qədər qazanırsan? Mən milyonlar eləyirlər Allah haqqı. Heç nə, hələ heç nə. Maraq üçün çəkirəm. Bəli, yəni Aysun heç bir şey istəmir, ehtiyacı da yoxdur. Sən pis yorum yazır, çox əlaqəs yorumlar yazan. Heç bir videoya baxmır, amma durub belə lazımsız söz yazır. Məsələn, çıxın gedin. Neyse, mən Allah haqqı heç kimə pis yorum yazmıram, heç kimə. O qədər Onlar yazsın da. blogerlər var ki, amma heç birinə yazmıram. Siz yazmaqla bizə pul çox gəlir. Az pul qazanmıram, bəsdir. Ay Allah. Şeydir, pis nətər, insanın qəlbini qırırsınız, yəni qısa deyim. Niyə qırıb? Tutaq ki, mənim kimsə xoşum gəlmir, mən niyə ona yazım, onun xətrinə deyəm ki, öz həyatı da öz. Qəlbi çıt. Ay, yo, mənim qəlbim istəyir, mən şükür Allah bir dənə Bəli. yazmışdı. Qalan nə qədər çox xoş sözlər yazmışdım. Sizləri çox sevirəm. Amma yəni niyə görə yazasınız da pis yorumu? Heç baxmayıb da o videoya. Heç bəlkə də baxmayıb. Sadəcə olaraq danışır özünü. O da kimsə tanış adamdır. Bax 100% əminəm kimsə tanış. Bir şey deyim, insanın yaxını vurur. Məndən xoşu gəlmir. Bəli. Okay, indi başlayırıq hazırlaşma tekniği. Hər şey çox xoşdur. Onun 3 dənə çox tanıyım. Yaxşı mikrofon bağlan sana. Amma böyle mən sizə dırnaqlarımı göstərmədim. Çox qəşəngdir. Wow. Harda öyrətirəm sənə? İnsanlara məsləhət ver ki, insanlar da Bakıda yer tapa bilmir. Sən danışır, başıma nə gəlir? Nə? Şey, bu elətdiyim yeri etiketləmişdim. Hə. Sadəcə elə belə hamı etiketlədi, Aha. mən də etiketlədim. Yəni burada elətdirmişəm. Etiketlədiyimiz yeri mən belə yazmır. Biz paylaşa bilmirik. Sən deyən oldu, mən paylaşmam. Mən xətrimə dəydim. Nə yazardın ki, paylaş deyə atmadım belə. Yox, heç nə yazmadım. Onda pis oldu. Heç nə yazmadım. Prosta yəni yeri yazırsınız Bax ki, mən onu sadəcə insanlara göstərmək üçün. üçün. Kimi çağırarlar, amma Hə. sən ona deyərsən ki, mən xoşum gəlmir sizinlə bir yerdə işləməyə. Yox, amma qəşəng işləməyə qəşəngdilər. Prosta biraz çox ego oldular. Eləsə qəşəng Mən bu arada alacaq çox telefon. yanmışam. Mələk dirəm pişirdi. Pişmiş qazan idi mənə qola. Dəyəndi niyə nəmdi? Yox, o qədər yox. Çinim ağrıdır. Gəldi düşdü ki maşından mələk pomidor kimi olub. Mən də gloss vuracağam. Всё. Bir də uşağa bir dənə gözlüyü almışam. Alışveriş videosunda göstərəmədim çünki onu sabahsı günə aldım. Çox qəşəng bir dənə gözlüyü almışam. Onu sizə göstərsəm. Bu kombinlə tam o gedirir. Yasında beni yanıyormuş. Saçımda daramalıyam. Deməli bu şəkildə hazırlaşdıq. Bir dənə saçımı darayacağam. Mələk də makyajını eləsin. Sonra yo, ana hamısı baxacağam o zaman pis düşdü. İncəlik araş şeyləm ki, editləyirəm. Nəysə bu şəkildə indi hazırlaşaq, çıxaq, sonra şəhərdə çəkərəm. Gedirik. Gedirik. Hazırsınız Aysun. Mingəçevirin altının üstünə çevirməyə gedirik. Gedək.
İndi gedirik görək Mələk xanım hansı restoranı tövsiyə edir. Gedirik orada yemək yeməyə. Hı? Reklam elə. Reklam elə adını çəkmirik. Zavtraka yatdı. Əslində mən yatdım. Sən durmuşdun. Mən dururdum. Əsliyirdim təzən yatırdım. Bu da yuxum düşürdü. Bu günü qoyurdum hər 20 dəqiqədən bir. Ki vaxtı şey deyək də. Mən yatdım. Bu durub telefona baxdı. Mən amma yatdım. Yorulmuşdum günə. Zavtraka eləyəcəm amma gecikmişik zavtraka. Mən dedim elə yemiş şalab edəyək. Bəli. Elə daha məntiqlidir məncə. Bəli, məncə də. Bu şəkildə. Ya bunu sevirəm də mən. Bəli, Sonra Mələklə biz hardan tanışdıq? Danış. Bizim atalarımız uşaqlıq dostudurlar. Bir də axırıncı birinci sinifdə bir-birimizi görmüşdük. Amma Yəni yadımda qalmamışdı Atam sən ilk heç. dəfə görüşdə verib. Tanıyırsan, sən görmüsən, tanışın. Nereden Deyirəm, dedilər? heç ağlıma gəlmir də, yəni. Sonra ilk dəfə 9-cu sinifdə görüşdük. 9-cu Hə. imtahan qurtarandan sonra, apreldən Hər sonra. imtahandan qutaran sonra üçün an düşmüşük, görüşürük. Hə, ondan sonra görüşdük. Təsəvvür neçə ildən sonra, yəni 8 ildən falan sonra görüşdük də. Və bir-birimizi heç cür tanımırıq. Adı Heç nədir cürə. bilmirəm falan. Mən aslında baxıram deyirəm ki, ayda bu qız Mələk bax, mən də Mələyə belə çox belə yekəxana kimi baxdım da ilk dəfəsində. Mən də ki, bu niyə bu qədər Qıraqdan ego elə görünür. Hə, o da mənim haqqım. Nəsə, sonra söhbət falan idi. Görürük, yox, biz elə eyni ağıldayıq. Ego deyilik. Hə, yəni yox. Bunu mən egol deyirəm. Amma mən çox istəyirəm adamların yanında egol deyiləm. Çox istəyirəm Mən adamların yanında istədim egol dedim deyiləm. ki, bu insan niyə belə? Hə, qıraqdan ola bilər üz şeyim ona uyğun amma elə deyiləm. Bəli. Elə deyiləm. Sonra Hə, getdik, sonra da Gəncəmolda gördük. bağladı. Sonra da axşam getdik, yoxdur Gəncəmolun gecə. Orada nə qədər söhbət falan edik. Böyle yox, biz eyni ağıldayıq. Bəli. Ondan sonra burada biz tez-tez görüşə bilmirik. Yox, əslində vaxtlarımız uyuşur, amma yəni görüşə bilmirik. Hə. Yəni ona görə məsələn indi axırıncı səfər yanvarda görüşdüyümüzdür. İndi yanvardan bura neçə ay keçib? 3-4 ay keçib. Bəli, bəli. Nəysə belə. İndi yenə görüşdük. İnşallah məsləhətlərimiz İnşallah, hə. olar. Gələndə Görüşək. onda daha tez görüşə Məncə də. biləcəyik. Deməli hal-hazırda belə bir məkana gəldik. Bu şəkildə. Yəni buranın adı nə idi? Bura Rivermaniyadır. Bu sushi tərəfidir də. Aha. Deməli indi belə bir sushi yerinə gəlmişik. Gəzəcəyik. Sadəcə açılmayıb belə sushi yeri. Çünki saat hələ 1-ə qalıb. Birazdan açacaq. İndi içməyə bir şeylər sifariş edib, sonra da sushi sifariş edəcəyik. Bu şəkildə. Mən deyirəm ki, videolarımı izləyəndə necə bir reaksiya verirsən tam olaraq? Sən də çox suni mi gəlirsən, mi Hə, o gəlir? mənada. Yox, əslində sən nə cür? Mən səni canlı bir gör bilirəm deyə, canlı ayrı, yəni aktivliyin, ayrı bir səmimiyyətin olduğu üçün, yəni YouTube-da daha fərqli deyilsən. Sadəcə olaraq yəni canlıda daha belə şeysən də. Canlıda daha səmimiyəm. Hə. YouTube'da hələ o qədər yeniyəm deyə tam Hə. belə səmimi ola bilmirəm də. İnşallah biraz ətraf artdıqca elə olacam. Prosta özüm onu istəyirəm, biz çox belə bəzi sözlərimi kəsə-kəsə deyirəm. Çünki rahat ola bilmirəm. Hər rahat ola bilmirsən, məsələn, Hə. rahat bunu oturub danışıb kəsməyib söhbəti yoxdur ya da yəni sən hələ çox detaya girmirsən. Ay sağ ol. Hə. Çünki hələ yeni olduğum üçün. Ola bilər. Mən deməli detallara girib belə hər şeyi xırdalığından çək. Bəli, məsələn, Ayşun vloqları məsələn çox xoşlayıram. Prosta sən nə cürdür? Yəni dünən də dedim, məsələn, o axırıncı vloq çox, məsələn, alış-veriş vloq mənə çox yəni xoşuma gəlir. Ümumiyyətlə, məsələn, eynək falan almışsan, asla heç onu görmədim, Eynəyi seçməyi çünki falan. sabahsı gün aldım. Bax budur bunlar sabahsı gün aldım. Tələsmə səni bizə Yox, onu paylaşmağa. paylaşdım. Yox, mən bilməm bax bunlar gəlib gömdə olacaq. Bilmirəm. Bu arada yeni eynəyi almışam. Bunu deyim. Bunu dedim də uşaqlara göstərdim. Mam dedi ki, unpackingini elə. Instagram falan da paylaşa bilərsən. Nə bilim. Çox şeysən ya, biraz detaya gir. Kasıram, çox Kasırsan, hə. Çünki belə birdən-birə Robot səmimi kimisən ola biraz. bilmirəm. Sən nə cür, yəni Birdən-birə səmimi ola bilmirəm də tam. Çox Mən də səmimi belə olmaq istəyirəm. istəyir, Hələ prosta yeniyəm çalış. deyə yəni. Yəni ona görə mən belə baxanda bilirəm ki, Ayşə daha yaxşısını edə bilər. Yəni daha səmimi ola bilər. Yəni mən çünki mən onu görürəm. Eynən. Amma Ayşun biraz şey qalır bax belə. Belə. Amma özüm də hiss eləyirəm. Nə cür var elə eləmirsən. Olacam, səmimi olacam. Nə cür var eləyirəm. Prosta tam Yəni göstərmirəm. tam göstərmir. Heç göstər. Bəlkə də çəkirik, az çək. Çəkirəm, o ay sağ ol. İndi biz nə sifariş elədik? Sushi burger. Nə ilə elədik? Krablı. Krablı, hə. Krablı sushi burger. İndi onu gələcək. Nəzək yoxsa evə gedək. Ama dəhşət istidir. İstidir, hə. İstidir. Yəni bu Bax da küçük indi. gəzdə sava deyil. Gün içərik hələ yemək yeməmiş. Saf görünmür orada. 13:06. Çünki abonem qarışıq. Nə deyirlər buna? Ne deyim ben? Vision, Vision board. board. Hə, vision board. Ben eləmişdim. Bir hiç elədim. Ben hələ də bir buradayım. oldu. Mən Elhamsı. Allah kamsı oldu. Mən məndə tam olmayıb, bəziləri oldu amma. Burada şey arayır. Şey zət gözləmirəm belə. Şey çıxır.
Amma sən də, Hə. mən məsələn, mən hər il əvvəl üçün borç aldım. Mən İndi amma düzəltmirdim. şey edirəm, yazıram. Şöyle bizim bu şəkildə sushi burgerlərimiz gəldi. Şey birimiz biri çəksin, bir də gözləyir, çəksin, qutarsın. Mən YouTube-a işləyirəm. Şəkildə. Kameranda tut belə. Bizə nuş olsun. Getdik. Deməli, hal-hazırda yeməklərimizi yedik bu şəkildə. Mələk xanımı gözləyirəm. Mən yeyib qurtarmışam. Mələk bir ürək doluydu. Danışdı. Mən Haqq verirəm. Bəli. Nəysə, belə, indi yeməyini yesin. Durub biraz gəzəcəyik, sonra da evə gedəcəyik. Çünki o çox istidir. Gözləyirəm. Bu qurtar. Nəysə, belə, zarafat eləyirəm. Hə, çox qəşəngdir, çox sağ ol. Hə, yo, əla. Yo, əla gerçəkdən. Sağ ol. Komamız eləyək. Komumuz 17 nömrəmizə vuraq. İşlərim qalmadı. Gedirəm mələyə yolmağa. Hara getdi bu qoyuz? Bura çox qəşəng məkandır, bəyəndim. Deməli, indi gəlmişəm bu marketə. Bu marketə neçə illik marketində, yəni nəysə, duyğulanıram. Uşaqlıqdan bəri mən yəni bu marketə gəlirdim. Çünki Mingəçevirdə qalmışlığım da var. Nəysə. İndi birisini almaq istəyirəm. Görən səsim gəlir, bir dənə bas görüm. Deməli, indi elə bir şey almaq istəyirəm ki, heç yemədiyimiz bir şey olsun, gedək evdə onu dənəyək, maraqlı olsun. Buran gəl bura. Bu dondurmaları mən yeməmişəm. Mələk yeyib mən yeməmişəm. Bu orijinaldır da Mələk, hə? Duman götürək. Mangosu yoxdur bəs. Hətta bu nəlidir? Bu şəftəlidir. Limonu da alaq. Hərəsindən bir dənə alaq, ikimiz də baxaq dadına. Onu yemsən. Azalsın için sevmədim. Çiyələkli yox, çiyələklidən ümidim yoxdur. Ya mangolu baxaq, orada varsa. Gediyor tərəfə baxaq. Mangolu. Baxarsan yavaş. Amanın bir gün. Aha mango. Ay son məni gözləyirmiş. Bu niyə içi belə? Mələk kameraya bax. Olacam sənin. Bizə qalan mango olmaq. Kartların içində var. Bir dənə çək, atın kartları. Mələk, neçəyədir market təcrübəm var? O altdakı, ailə bilim o çiyələk marakonsu dolandı. Məncə bu deyil olan. Hə. Peki axıra yaxın gəl köpəkləri. Gəzək onda sonra yaxşı. Nə danışım? Tam store girmişdik. Çəkiliş edirdik və mən də mikrofonu taxmışam. Mələk də məni arxa rahat bir şəkildə çəkirdi. Yəni çox rahat. Arxadan biri qaça-qaça gəldi. Xanım sinir. Belə olduq ikimiz də nə? Biz nəsə uğramışıq. Mən də narahat oldum. Biz neynə düşür? Olmaz çəkiliş eləmək. Siz nə edirsiniz belə bir əsəbə-əsəbədə? Mən dedim ki, siz niyə elə danışırsınız? Bizə çəkiliş olmaz, Silin. Baxmadı ki, bir nə çəkmişik, nə eləmişik. Siz yanında başa düşdüm. Bizi birlikdən sildi. Niyə də? Mən götürüb bilməm safanım. Mən dedi ki, şimdi zərər gələ bilər. Ona görə sildim. Prosta demək tərzi çox pis idi ki. O belə şey. Var, silmədim, sildim. O qədər də səhv deyiləm. Hə, əsəbə-əsəb gəldi, qışırıq, silin onu, silin. Mənim ki, niyə elə deyirsiniz? Normalca silin deyin, siləcəyik də. Neyinirik ki biz burada? Məncə xanım desək daha nədən olardı? Hədə qaça-qaça gəldi. Qaça-qaça gəldi özdə. Dayanında. Hə. Halbuki tərifləyəcəkdim marketimizi. Bəlkə heç adam gələcəkdim. Neyse, siz qaçırdınız. Aldıq amma qəşəng marajnalar aldıq. 38 manat pul verdik 3 dənə marajnaya. Sırf sizin üçün, dadına baxmaq üçün. Gedək indi evə onları prov eləyək. Görək necə olacaq. Fikirlərimi tam səmimi bir şəkildə sizlərlə bölüşəcəm. O dəhşət istidir. Ama çatırıq desin, az qalıb. Ayda qorxmadın. Ayda. Hadi qorxan vaxtları var idi. Yadındaysa. İyi öyle. İndi mələk marajnaları gətirdim.
Götürəcək, dənəyəcəyik. Hadi. Deməli 38 manat 47 qəpik pul verdi uşaqlar. Məncə normal marojnaya görə biraz baha deyil. Bence korobkadaki olan bakayım. Aysun. Her şeyden gel bir tane ala. Nə? Aha, mən də deyirəm ki, hərəsindən bir dənə ala. Bir dənə giləmin ala, bir dənə şey ala. Ben de deyirəm ki Aysun. Yani onsuz yani çok ağırlar uşaqlar da bunlar. Yani çok adam mesela antifıstığını yiyen görmemişler. Sonra göre. Mən burada dadımlıq üçün deyirdim. Ona göre. Biraz pul kazan götürürəm, biraz da daha çok kazan. Biraz qazanım hamısından Biraz daha alacağım. çok kazan sonra Aysun. Deməli, The Bluetooth device is ready to pair. Bizim də evə gəldik və marojnaları almışıq bu populyar olan marojnalardan. Tutmalıyıq. Bunlardan. Şimdi birlikdə prova eləyək. Qiymətləri uşaqlar. Bu 3D marojnalar belə şəkilli olanlar 10 manatdır. Bu 18 manat 50 qəpikdir. neçə ədəd var? İçini də belə yaxınlaşdırmalıyıq. Məsələn, içində də belə balaca növləri var. Belədir. İçində 1, 2, 3, 4, 5 dənə. 5-6 dənə, hə. Belə. İçində çələkdir, Başlayaq. nə də odur. Nəsə. Necə Necə baxaq tadına? belə də götürək əlimizə göstərir. Sonra mən tişdək. İrəmirsən? Yox, sən dişdə %100 hijyen içərir. Bahalı olanda belə olur. Mən bu nədir? Bu çox gözəl idi mənə. Birincisi Bu belə. nədir, nə meyvəsidir? Bu nədir bilmirəm. Dadından belə. Mən işləsən dişdə. Sən dişdə. Bak şey getir, mikrofonu. Bu qədərsən? Qəşəngdir. Necədir? Yemük. Məzənə. Atamsın ağzına. Olma. Qəşəngdir amma. Okay, indi mikrofondan eləyəcəyik. İndi elə kırt-kırt səs çıxara bilərik. Düşürün. Bu şəkildə. Bu arada mən yemişi bəyəndin. Çox bəyəndim. Bu arada mən yemiş həqiqətən də sevmirəm, amma yəni tam yemiş dad. Kimi yemiş idi, evet. Çox qəşəng oldu. Limon içdim. Qəşəngdir. Şöyle bunlar. Burada. Ayala değil. Çok hoşaydı. Üstü de ak şokolad değil. Buradan demək istəyirəm ki, bildiyiniz elə taze sıxılmış limon. Ha, düzleri. Suyu belə gəlir də, limonun Ha. dadının suyu belə gəlir. Yemiş vaxtı şey oydu da yani. Bu sefer sen birinci başla. Nə götürək? Bunu götürək ki. Birinci kameraya göstereyim. Üzüm. Tamam. Üzüm də elə. Ərir, tez əliyir. Baxın, deyəcəm, estetik olmasa da. İşte. Üzüm deyil bu. Üzüm de. Üzüm də ya. Üzüm qəribə meyvə dadı başqa. Şöyle. Bunu yeyək. Aa, nə gözəldir. Oo, bu Ucuz dadır ya belə. Qəribə saqqız, şirin saqqız. Ucuz saqqız dadır. qəribə belə sulu bir şey dadı değil. Çerez size. Tamam. Bu çereğimiz. İşte hazırsan böyle. Bəli. Mesela Az bir dakika dedim kömür. Hamısı eyni dadıma başladı. Nereden? Hemelek. Hemelek. çərə dadmır bu arada. Şöyle dadmır. Full limonlular. Full limon olardı bu arada. Limon çok qəşəng idi. Artma. Göster göster göster. Çox qəşəng. Mango necə xoşlayırsan? Məni hə bu arada. Xoşlayıram mango. Xoş çox xoşlamıram. Ha yetişmiş. Hə, fresh. Məncə bizim ağzımız çox qarışdı, Mələk. Məncə də. Hiss eləmirəm. Siz eləmirəm elə. Qarır. Hə. Amma qəşəng deyil. Çox şirinli. Buna neysə puan versən Mələk. 5 verirəm, o da şeylə, limonla. 5 verirəm. Yəni 18 manata dəyməz əsla. Qiymət Amma blok. yeni istirsə alıb denemək maraqlıdır. Məncə. Hə. Denemək maraqlıdır. Yeni daddır. Peki Şeydir. İndi bunu yeyəcəyik. arqasına aç. Yeməmişəm deyərdiysə və bildikdə məni yemisən də, sən yemisən də. Göz bu qədər gözə salıram yəni. Yəni. At. Görə göz Göz haqqınızı haqqınızı halal edin. Demə də işinə qoy, mən də yeyim sonra. Bunun şəftəlisi daha qəşəngdir o birisindən. Məncə də. Bu hiss olunmuş şəftəli dadı. İndi bunu sən aç. Bunu mən açım. Göstər amma.
Mən demirsən oradan açılır. Sənin gözün elə. Mənim İkincidə inşallah. İkincidə inşallah. İkinci səfər yeyəndə biləcəm. Yazık. Baxın. Wow. Yenə şeylənir. Bu limon iylənir Hə, biraz. biraz. Demə, heç nə demə. Aysun. Ayak kırıklığı. Qəşəngdir. Odu da yəni tam Hmm. oldu limon. Hmm. Şəftəli çox şirin idi. Bu da limon. Amma bu limon dadlı idi. İçinə su Bu ağırdı. tökülürdü. Bu ağırdı. Bu biraz. yağlıdır. Biraz uzanaq dincələk. Axşam da hara gedəcəyik? Sürpriz. Ay, axşam sürpriz. Ondan sonra axşam görüşərik. Hal-hazırda saat neçədir? 9:10 olur. 9-dur böyük ehtimal. Biz gəlmişik belə bir yerə. Burada waffle yeməyə gəlmişik. Dağıl başda waffle yeməyə gəlmişik. Göstərmə. Mələk buranın waffle'larını və tirdeniklərini falan çox təriflədiyi üçün elə axşamda gəldik Hacıkəndə. Bura yeni açılmışdı. Cafe shop kimi bir yer idi. Həqiqətən waffle-ını yox, amma tirdenikləri falan çox bəyəndim. Waffle-lar mənə görə biraz xəmir kimi gəldi, amma tirdenikləri çox qəşəng idi. Maraqlı yer idi amma. Nə fikirləşsən bura haqqında? Nə fikirləşsən bura haqqında? Fikirləşəmirəm. Yəni elə bir başqa bir yerdəyim. Hacıkətdə olacağam. Hacıkətdə burada belə bir yerin olmağı qəribə bir şeydir. O deyirəm, hamı çətin yemək gəlir, qozlu kufeşinə gəlir. Bugünkü videomuzda bu qədər idi. Ümid edirəm videomu bəyəndiniz. Əgər videomu bəyəndinizsə kanalıma abunə olmağı, rəy hissəsində fikirlərinizi bildirməyi və videolarıma like atmağı əsla yaddan çıxarmırsınız. Hələlik sağ olun.